Gəlin Fitme qapadıcıdan danışaq, almağa dəyər yoxsa yox? Yoxlamağımı istədiyiniz məhsullardan biri idi. Amma onu deyim ki, bu həmişəki kimi mənim ilk istifadəm deyil. Videodan öncə 2-3 gün istifadə eləməyə çalışıram ki, fikir bildirə bilim. Öncəliklə onu deyim ki, quru bitişli qapadıcı deyil. Nəmli bitişi var. Qapadıcılığı mənim fikrimcə gündəlik üçün kifayət qədərdir. Amma yüksək qapadıcılıq axtarırsınızsa, bu o deyil. Cizgilərə dolur. Deyə bilməyəcəm ki, az doldu. Bir xeyli cizgilərə dolur. Sabitlədiyiniz zaman isə çalışacağım bura görüntünü qoyum. Pudra ilə sabitlənəndən 1-2 saat sonra çat görüntü çox olur. Onu sevmədim. Qırışlara dolmağı mənim üçün problem deyil. Çox az istifadə eləməyi sevirəm. Yüngül tekstura sevirəm deyirsinizsə, gündəlik istifadədə bunu bəyənə bilərsiniz. Ümumi qiymətləndirsəm 10 üstündən 6.